Panoramaya bax. Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq mərkəzdə Düz Heydər Parkının yanında 209 kvadrat metr sahəsi olan, hələn burada əlavə bir 10 kvadrat da var, belə deyək, 220 kvadrat metr sahəsi olan iki mənzilin birləşməsi, belə 4 otağa düzəlmə mənzil sizə təqdim edəcəm. Tam təmirlidir, öz zövqünə uyğun təmir eləyibdir mənzilimizi. Keçək bir-bir göstərək, təqdim eləyək otaqları da. Hə dostlar, bir dənə otaqda sakitçiliyə baxın. Yəni çöldən 1 qram da səs gəlmir. Çünki plastik pəncərələri Polşa istehsalıdır. Səs keçirməyən pəncərələrdir. Yəni ki, ev belə deyək də, ümumi yeri də, göyü də, divarları da hamısı izolyasiya olunub. Nə səs keçirdir? Məsəl üçün götür bax, isti poldur bütün döşəmələr və qranit mərmərdir gördüyünüz kimi. Ya istəsəz elə su ilə götürüb polu yuy, yəni qonşuya 1 qram su keçməyəcək. İsti polda hamısı belə deyək, calaqsız çəkilibdir, o da Alman istehsalıdır. 2 dənə sanitar qovşağı var. Sanitar qovşaqların hamısının üstündə də pişivoy 1 tonluq su çənləri var. O da Alman istehsalıdır. Qapıları görürsünüz, qapıları hamısı şabalıd ağacındandır, hörmətli izləyicilər. Bu ikinci mənzilin giriş hissəsidir. Bura indi kladovka kimi eləyiblər. Ayırsaz, bu mənzili 2 hissəyə bölsəz, bilirsiniz də bu mərkəzdə elə padmayıq 1800 manatdır qiyməti kvadrat metrəsi mənzillərin. Burada qəşəng bir, belə deyək də, qrubu ən azı 50 min xeyriniz var. Biz hesablamışıq, 15-20 min mənzilə pul qoyulsa, vəsait qoyulsa, bunların da 60 min xeyriniz olacaq. Qiymət də əladır, 1500 manatdan kvadrat metrəsi satılır. 1 kvadrat metrəsi 1500 manata deyilir. Yəni real alıcıya yerində endirim də olacaq hələm hətta. Keçək. Bu 3-cü yataq otağıdır. Bu yataq otağının da öz sanitar qovşağı var, müstəqil. Gəlin, baxın, hörmətli izləyicilər. Bu mənzildə 2 dənə ailə də yaşaya bilər, belə deyək də. Yəni ki, hər bir şərait qurulubdur. Əsas odur ki, belə deyək də, bir də kvadratı böyük olduğu üçün qiymət biraz maksimaldır da, belə deyək də, hardasa 330 minə gəlib çıxır bu mənzilin qiyməti. Amma dediyim kimi yenə endirim də olacaq. Perikopşiklər də istəsə bu mənzili biraz, yəni ki, qəşəng endirim eləyib, yəni ki, burada qəşəng xeyirdə tuta bilər. Keçək. Qonaq otağını göstərək, mətbəx studiyada. Elə tək bu otağın özü, buradan istəsəz ayrıca iş otağı kimi ayıra da bilərsiniz. Bu otağın elə özü 80 kvadrat metrdir. 16-nın 5-ədir eni. Hörmətli izləyicilər, gördüyünüz kantlar var, onlar da hamısı əl işləridir, divarlardır. Sonra canım sizə desin, adi santexnik işləri də hamısı Alman istehsalıdır. Rozetkalar hamısı Panasonicdir, 4'lü xətlə çəkilib, indi bilənlər bilər. Və skvaznoydur. Gördünüz ki, 3 dənə də, belə deyək, balkonu var. Çox geniş mənzildir. Əlaqə nömrəsi profildədir. Zəng eləyin, gəlin, baxın, kim alsa Allah xeyrin versin hər kəsin.